Kardeş, gitme dayan dedim. Kardeş, sana ihtiyacım var idi. Sen bana yaman lazım idin, dayanmış. Kardeş, bu yolu gidersen, git yolun olsun. Cennet mekanın olsun. İmam Peygamber'in kullukçusu olasın. Seydanelerin buyrukçusu olasın. Son birden son sözüm, ancak ben de götürmem. Ben mesleğimden alıcım, ay kardeş. Tavallı kalan, cenaze namazı kılınsın, ondan sonra da çıkarız. Əziz qohumlar, bugün Azərbaycan mədəniyyətinə, incəsənətinə çox ağır itküz verir. Bu bölgədə olan hamımızın ustadımız sayılan, böyük qardaşımız Hüseyin Əzizioğlu'nun son mənzilə yola salır. Səhər mən sədrimizlə də danışdım, Məhrəm Qasımı ilə. Onun adından, bu region aşılar adından bu gözəl ustadımıza rəhmət diləyirik. Amin. Ruhu şad olsun. Amin. İnşallah Allah o dünyasını versin. Amin. Uzun müddət çarpışandan sonra ən nəhayət o şəhid balasına qovuşur. Bu ruhu şad olsun, balaları, nəvələri sağ olsun. Amin. Çox mənalı bir, düz 48 ildir mənim buna münasibətim var. Mən çox zarafat eləyən adam olmuşam, həmişə deyirdi, başın ölsün, aşıq ağızdan yav olur, deyirdim, sən mədəni adamsın. Allah rəhmət eləsin, ay Söyüngə, ruhun şad olsun, canın sağ olsun. Allah bütün ölənlərimizə rəhmət eləsin, sağ olun. Allah rəhmət eləsin. Sizə verim, mən də deyim, bilirsiniz ki, Aşıq Söyünlə uzun illər bir yerdə işləmişik, təxminən mən rəhmətliyi 85-ci ildən tanıyım. Daha bizim gəzmədiyimiz, konsert vermədiyimiz kənd, rayon, hətta qonşu respublikalar olmamışdı. Söyün öz ailəsinə, öz kəndinə, öz elinə, öz sənətinə, öz ustadına bağlı bir insan idi. Çox gözəl insan idi. Çox gözəl sənətkar idi. Hələ Söyünün mən bu illər ərzində bir dəfə dilindən bir dənə ağır söz, bir dənə söyüş, bir dənə nə bilim later söz heç vaxt eşitmədim. Allah ona rəhmət. O gözəl ailə başçısı idi. Almaz bacıya mən baş sağlığı verirəm, onun balalarına baş sağlığı verirəm. Onun vətənsevərliyi o idi ki, bir balası bizim uğrumuzda, torpaqlarımız uğrunda şəhid oldu. Söyün o qədər samballı bir adam idi ki. Və sonra uzun illər Rayon Ağsaqqallar Şurasına sədrlik elədi. Bizim Dastan Aşıqlar Ansamblının neçə illər üzvü oldu. Aşıqlar Birliyinin üzvü idi. Yəni bu çox iri məclislərdə həmişə orada çox şəxslə çıxışlar eləyirdi. Öz aşıq sənətini təbliğ eləyirdi. Gənclərə aşıq sənətini öyrədirdi. Allah rəhmət eləsin. Mən çox sözlərdə deyə bilmirəm. Bayaqları Aşıq Camoy dedi, bəli, mədəniyyətimizə çox ağır itküz veribdi. Aşıq Söyün çox ürəklə saz sənətini, el sənətimizi qoruyurdu, saxlayırdı və gənclərə öyrədirdi. Qoy Allah ona rəhmət eləsin. Mən gözəl cəmaatına baş sağlığı verirəm, ailəsinə baş sağlığı verirəm, mədəniyyət hisslərinə baş sağlığı verirəm. Mən dünənləri Mədəniyyət İdarəsinin rəisi Səbuhi müəllimdə dönə-dönə məndən də xahiş elədi ki, bəs bu günlər onların Şəmkirdə illi iclasları var. Bütün mədəniyyətimiz adından, orada işləyənlər adından, rayon ziyalıları adından Allah rəhmət eləsin deyirəm, balalarına, evlatlarına baş sağlığı verirəm. Sağ olun. Hər bir nəfis ölümü dadacaqdır. Allah'tan geldik, Allah'a dönəcəyik. Digər hədsizlik üstündə Allah Teala buyurur, bir günahı bağışlamayacağım, bir işe de karışmayacağım. O günah Allah'a şerik koşmaktır. Allah'a şerik koşanların heç türlü bağışlanması mümkün değildir. İşte kul hakkı. Allah Teala buyurur, kul hakkıyla üzerime gelmeyin. Olabilir merhumun kimese borcu var, varisleri var, talep edin alın. Talep edin alın. Yoksa da hakkınızı halal edin razı olun. Halal edin razı olun. Qohumluq, qonşuluq hallarıdır. Əlindən, dilindən incirsinizsə də haqqınızı halal edə razı olun. Halal edə razı olun. İndi isə cənazə namazı qılınacaqdır. Qüsülü dəstəmazı olanlar, niyət etsin. Allah üçün namaza, Rasulullah üçün salavata, meyyid üçün duaya, uyduq hazırda olan molla edərək niyət edin.
Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Esselamu Aleyküm ve Rahmetullah. Esselamu Aleyküm ve Rahmetullah. Euzu billahi mineşşeytanirracim. Ve min şerri gâsidin izâ vesâb. Ve min şerri nefâsâti fil ukad. Ve min şerri gâsidin izâ vesâb. Allahu Ekber. Bismillahirrahmanirrahim. Ellezî yuvesvisu fî sudûrin nâsi minel cinneti ven nâs. Allahu Ekber. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahus samad. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahu Ekber. Sadakallahul azim. Subhana rabbika rabbil izzeti amma yasifun. Ve selamun alel murselin. Velhamdülillahi rabbil alemin. El Fatiha. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal müstakim. Sıratallezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddallin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allah rahmet eylesin. Gafil könül buna yordu tutubsan. Sərf edirsən nə kamaldır dünyada. Devlətə qul olub gül tək açılma, çox sənin tək güllər soldu dünyada. Fələk bərhəm edib çox nizamları, zülümlə söndürüb yanan şamları. Heyf insanların gül endamları mağara-mura qismət oldu dünyada. Yığılar məxluqat, qurular məhşər. Oyunlarda kəfən, əllərdə dəftər. Onda vay halına yazıq ələskər, özün getdin, sözün qaldı dünyada. Allah ustadımıza rəhmət eləsin. Sizə can sağlığı, gerdə qalanlar var olsun. Bir daha Allah rəhmət eləsin. Alə millət Rəsulullah. Bismillah qaldırın.
Ramazan. Bismillahirrahmanirrahim. Ve selamun kadim elhamdülillahi rabbil alemin. El Fatiha. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal müstakîm. Sıratallezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahu samed. Lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ahad. Allah rahmet eylesin. Tez dönmeyin, tez dönmeyin. Geç var, geç lan tutalım, geç. Boşa çıkın tarafçı. İşte bu tam oradan. Görüşen buradan götürün. Bir nefer de. Bıraksan. Sen boşaltın onu boşaltın. Ortadan sıkın bir nefer. Bıraksan. Ortadan sıkın. Olur geç. Sen başla. Onlar başına. Hayır. Koy şey olsa iyi bir de ne kaşarlı olacak. Nasıl peki? Normalsinden ne kadar? Al oradan verme sen. Yavaş yavaş. Yere vur. Kullanın vur. Yere vur. Vur hoca taraftan. Gelecekte dünyadan gelmiş geçmiş peygamberlerin, yetkilerin, enbiyelerin, onların Ya Rabbi özellikle Hüseyin Erdoğan'ın hacı olarak kabul eyle Ya Rabbi. Affet eyle Ya Rabbi. Bağışla Ya Rabbi. Yardım et Ya Rabbi. Dualarımızın kabul için Allah rızası, günahlarımızın affet. El-Fatiha Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil Alemin Errahmanirrahim Maliki Yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn ihdinas sıratal müstakîm. Amin. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Ve hadallahu zaman. Muhterem cemaat buraya kadar geldiniz, merhumu defn ettiniz, eziyet çektiniz. Hakkınızı halal ede razı olun. Halal ede razı olun. İndi seviye adından hamınızdan xahiş olunur ki hamı bir nefer kimi eve buyursun, bir stəkan çay içip halallıq verip gedəsiz. Allah sizin de keçenlerinize rahmet eləsin. Biraz yerden, biraz yerden.